qaldığımız yerdən izah edək. Deməli, 79-cu suala baxaq. Deyir ki, amonyakın katalitik oksitləşməsindən NH3-dür. Oksigenlə katalitik oksitləşir, katalizator oksitləşir. Və buradan alınır NO plus su. NO plus su. Və burada nəyə diqqət etmək lazımdır? 4 mol azot bura düşür, 4 mol bura, 6 mol bura, 5 mol isə oksigen bura düşür. Deyir ki, 11,2 litr amonyakdan deyir nə qədər oksigen sərf olunur. Normalda 4 vur 22,4-ündən 5 vur 22,4 litr oksigen sərf olunursa, bəs 11,2 litrlə nə qədər sərf olunur? X. X-imiz də bərabərdir. Burada neçə eləyəcək? 11,2-ni 5-ə vuranda 56 eləyir. 56-nı da 4-ə böləndə 14. Cavab olacaq A variantı. 79 tipli suallar qəbula düşə bilər. 80-ci suala baxaq. Deyir ki, azot və hidrogen qazlarından ibarət qarışığın 56 litrinin reaksiyası sonra 1 qram hidrogen qazı artıq qaldı. Deməli, azotla hidrogen var idi əlimizdə. İkisi bir yerdə uşaqlar 56 litr idi. Sonra reaksiyadan sonra görüblər ki, 1 qram hidrogen sərf olunmuyor. Yəni, artıq qalıb. 1 qram hidrogenin neçə mol olduğunu bilirsiniz də. 0,5 mol. O da neçə litr? 11,2 litr. 56 litrin deməli 11,2 litri sərf olunmayıb. Yerdə qalıb 44,8 litr nə idi? Sərf olunur. Yəni, N2 üstə gəl 3H2 alınır 2NH3. 2NH3. Yəni, X mol azot buradan sərf olunub. 3X mol hidrogen də burada sərf olunub. Bunları toplayanda 4X edir. 4X-imiz bərabərdir 44,8 litr sərf olunub. Baxın, bizim hidrogen və azotumuz. X-imiz bərabərdir 11,2. Deməli, 11,2 litr azot burada sərf olunub, 33,6 litr də burada sərf olunub. X-in yerinə 11,2 qoyduq. Bizə deyir ki, ilkin qaz qarşıdan hansı qazda neçə mol olub? 11,2 mol litrimiz 0,5 moldur. 33,6 litrimiz də 1,5 moldur. Deməli, 0,5 mol azot sərf olunub, 1,5 mol hidrogen sərf olunub. Və burada əgər 1 qram da hidrogen bayaq artıq qalmışdaq 0,5 mol. 0,5 mol da artıq qalanı gələndə 2 mol hidrogen qabın içində olmuş sayılacaq. Deməli, 0,5 mol azot, 2 litrdəki hidrogen var əlimizdə. O da olacaq A variantı. A variantı olacaq. Bu belə. Daha sonra hansı tip suallar qəbula düşə bilər? Birinci qrup olaraq, birinci qruplara. Baxın, 110-cu tip suallar da düşə bilər hətta. 110-cu suala baxaq. NH3-dür. Üzərinə gəlirəm mis-2 oksid. Buradan alınacaq mis, azot plus su. Yəni, burada azotun alınma reaksiyasını əks etdirir. Digər reaksiyada azotun üzərinə oksigen gəlirəm. Temperaturda yandıranda N2 plus su əmələ gələcək. Burada azot alınır, yanma reaksiyasıdır. Digərində isə amonyakın üzərinə H2SO4 gəlirik. Alırıq NH4, HSO4. Əmələ gələcək. Deyir ki, azotun valentliyinin dəyişməsi. Birincidə azot 3 valentlidir. Burada da sərbəst halda da azot 3 valentlidir. Burada azot 3 valentlidir. Azot burada da 3 valentlidir. Azot burada 3 valentlidir. NH4-də isə azot 4 valentli göstərir. Niyə? Çünki burada nə var? Ammonium ionunda donor-akseptor rabitəsi var. Donor valentliyin bir vahid artır. Deməli, burada deyir ki, azotun valentliyinin dəyişməsi. Birincidə deyir ki, azot valentliyini dəyişmir. Düz deyir. İkincidə azot valentliyin yenə dəyişmir. İkincidə azot valentliyin dəyişir yazıb. Səhvdir bu. Üçüncüdə isə azot valentliyin dəyişir. Düzdür. Cavab olacaq burada doğru olan 1-3 variantları doğrudur. Daha sonra gəldik bu tip suallara. Məsələn, bu tip suallar qəbula çox düşür. Məsələn, indi gəlin izah edeyim. 116, 117, 118, 119, 120. Bax, hər birini izah edəcəm sizə. Gəlin birinci 116-cı tip suala baxaq. Deməli, deyir ki, közərmiş mis-2 oksiddir. Mis-2 oksiddir. Bunun üzərinə amonyak qazı buraxıblar və azot alınır buradan, mis alınır, bir də su əmələ gəlir. Və bura 2 mol amonyakdır burada, 2 dənə azot olduğu üçün. 6 dənə hidrogen olduğu üçün 3 mol bura su düşür. 3 mol oksigen olduğu üçün bura 3 düşəcək, burada onda 3 düşəcək. Normalda deyir ki, neçə litr amonyak daxil olmuşdur?
44,8 litr daxil olanda nə qədər misalının? 64 vur 3 qram. Bəs 9,6 qram misalında nə qədər olacaq? X burada. Burayla bunu hesablayanda 60, bunu 32-yə böləndə eləyəcək burada 3, 2, bunu 32-yə böləndə 0,3. Burayla buranı aparanda burada qalacaq 0,1. Onda burada eləyəcək nə qədər? 2,24 litr. 2-yə böləndə bu 2-ni də gəlib 44, 2,24 litr. Deməli nə qədər amonyak reaksiya daxil olub? 2,24 litr. 116 bu şəkildə. 117-yə baxaq. Deyək ki, karbamid almaq üçün karbamidi biz karbon qazı ilə 2 mol amonyakın reaksiyasından alırıq. CO, NH2, 2 üstə gəlsin, H2O. Və burada əmsallaşmağa ehtiyac yoxdur. Bir dənə amonyakın qarşısına 2 mol atdıq. Deyək ki, 60 kiloqram karbamid almaq üçün neçə kub metr amonyak tələb olunur? Neçə kub metr amonyak tələb olunur? Normalda 60 qram karbamid almaq üçün 44,8 litr amonyak tələb olunurdu. Bəs 60-ından nə qədər alınacaq? Elə yenə 44,8 litr. Deyək ki, məhsulun çıxımı 50%-dir. Məhsulun çıxımı 50%-dirsə, o zaman necə hesablayaq? Və burada 44,8 litr biz amonyak qazı almışıqsa, deyək ki, 50% çıxımla. Neçənin %50% çıxımla reaksiyasından 44,8 litr amonyak alınır. Vuranda bunu 2-də 1 eləyəcək. 89,6 kub metr amonyakın reaksiyasından almaq mümkündür. 117 bu şəkildə hesablanacaq. Sonra keçdik 118-ci tip suala. 118 tip suala necə işlənilir? N2 ilə 3H2-dir. Reaksiyaya girəcək, alınacaq 2 mol NH3. 2 mol NH3. Burada ümumi 4 litrdir. Burada isə ümumi 2 litrdir. Aydınmı? 2 litrdir. Normalda baxırıq ki, 4 litrdən 2 litrə keçəndə 2 litr nə etdi? Azalma baş verdi. Amma bizim məsələdə isə 10 litrdən 6 litrə keçəndə neçə litr azalma baş verib? 4 litrdə orada azalma baş verib. 4 litrdə burada azalma baş verib. Burada isə bu 10 litrdən 4 litrə 6 litrə keçib, bu 4 litr azalma burada baş verib. İlkin qarşılıqda deyir azotun həcm payını hesabla. İlk öncə gəlin amonyakı biz buradan hesablayaq. Onda biz burada nəyə diqqət etməyimiz lazımdır? Deməli, 2 litr azalanda amonyakımız nə qədər olur? 2 mol. 2 litr olur elə. Bəs 4 litr azalanda amonyakımız nə qədər olacaq? Elə 4 litr. Biz bunu bildik. Deməli, biz bildik ki, bizim başlanğıc məhsulumuzda NH3 ilə N2 qazları var. Əgər onda bura 4 litrdirsə, bizdə ümumi burada 6 litr idi axı. Onda azotumuza neçə düşür? 2 litr düşür. Deməli, 2 litr azot nə edib? Artıq qalıb. İndi gəlin biz buradan hidrogeni hesablayaq. Hidrogeni və digərlərini hesablayaq. İndi gəlin baxaq. Normalda 2 litr azalanda bizim hidrogenimiz nə qədər olur? 3 litr. Bəs 4 litr azalanda hidrogenimiz nə qədər olacaq? 6 litr. 6 litr. Onda hidrogenimiz olacaq. Burada bu azotdur. Hidrogenimiz olacaq nə qədər? H2-miz. 6 litr. Başlanğıcda. Sonra azotumuz nə qədər olacaq? Bəs başlanğıcdakı azot nə qədər olacaq? 2 litr azalanda azotumuz olacaq 1 litr. Bəs 4 litr azalanda azotumuz nə qədər olacaq? 2 litr. Başlanğıcda da onda azot nə qədər imiş? 2 litr imiş. 2 litr başlanğıcda da 2 litr artıq qalıb. Onda başlanğıcda ümumi azot nə qədər olur? 2 litr artıq qalıb, 2 litr də başlanğıcda. 4 litr azot olub başlanğıcda. 6 litrdə nə olub başlanğıcda? Hidrogen olub. Sənə burada deyir ki, azotun həcm payını hesablayın. Azotun həcm payını necə hesablayaram? Deməli, burada 4-ü bölərəm 10-a, vuraram 100-ə. O da 40%. Yəni, baxın, mərhələli getdi. Biz birinci hesabladıq ki, azalmaları hesabladıq. 2 litr azalmaya 2 litr amonyak düşdü. Bu amonyakdır. Amonyakdır. Düşdü.
Bəs sonra keçdik amonyakı tapandan sonra keçdik baxdıq ki, burada başlanğıcda 6 litr var axı. 6 litrin 4 litri amonyak, 2 litri azotdur. 2 litr azotun artıq qaldığını biz tapdıq. Yəni məhsulun sonunda. Sonra başlanğıclara keçdik. Əgər 2 litr azalanda 3 litr hidrogen qazı alınıbsa başlanğıcda 6 litrə də 4 litr tapdıq ki, daha doğrusu 4 litrə də tapdıq ki, 6 litr nə var burada? Hidrogen qazı var. 6 litr hidrogen qazını tapdıq. Əgər 2 litr azota 2 litr azalmayıb 1 litr azot düşürsə, 4 litrə 2 litr azot düşəcək. Onda 2 litr də azot var başlanğıcda. Toplayanda 2 litr artıq qalıb, 2 litr də sərf olunur. Toplayanda 4 litr olacaq. 119-cu suala baxaq. 119. 119-da deyir ki, amonyak və hidrogendən ibarət 48 litr qarışıqdır. N2 üstə gəl, 3H2-dir. Alınıb 2NH3. H2SO4 daha doğrusu deyir ki, qarışıqdır, H2SO4-dən buraxılır. Daha doğrusu reaksiya yazmırıq. Əlimizdə azot qazı ilə hidrogen qazı var. Bunlar H2SO4 mühitindən buraxdıqda qaz qarışığının həcmi 12 litr azaldı. Amonyakla hidrogen qazı var. Bunlar H2SO4 mühitindən buraxılıb. Bu H2SO4 mühitindən hansı buraxılacaq? Əlbəttə ki, əsası xassəli amonyak olacaq NH4, HSO4. Onda biz ikisi bir yerdə burada nə qədər idi? 48 litr idi. 12 litr azalmaq nə deməkdir? Yəni 12 litr amonyakımız hesablat turşuna reaksiyaya getdi. Onda hidrogenimiz nə qədər qaldı? 48-dən 12 çıxırsınız, eləyir 36 litr amonyak. Deməli başlanğıcda 12 litr amonyak var. 36 litrdə hidrogen qazı var. Hidrogenin həcm payını da hesablayanda 36-nı böləcəm 48-ə, vuracam 100-ə. 12-yə böləndə 3 olacaq 75%. Sonra 120-ci suala baxaq. Qəbul suallarda hər biri. 120-ci suala baxaq. Deməli, azot amonyakla oksigen reaksiyaya girir və azot qazı ilə su əmələ gəlir. N2 ilə su əmələ gəlir. Və bura 2 mol atıram, bura 4 mol atıram, bura 6 mol atıram, burada 3 mol atıram. İkisi bir yerdə 35 litrdir deyir. Bura bir 4x yazıb, bura bir 3x yazsam, onda 7x-imiz bərabərdir 35-ə, x-imiz də bərabərdir 5-ə. X-imizi 5 tapdıq mı? Onda bura olacaq bizdə neçə? 20 litr. Bura olacaq neçə? 15 litr. İlkin qaz qarışığı neçə litr oksigen olmuşdur? 15 litr oksigen olmuşdur. Sonra 124-cü sual. Azalma məsələsi. Azotla 3 mol hidrogen reaksiyaya girir, alınır 2 mol NH3. Burada 4 litrdir, burada 2 litrdir. Nə qədər azalma baş verib? 2 litr azalma baş verib. Azalma. Lakin neçə litrdir hidrogendir reaksiya daxil olur? 2 litr azalma olanda nə qədər hidrogen reaksiyaya girib? 3 litr. Bəs 3 litr azalma olanda neçə litr hidrogen reaksiyaya girər? X litr. 9-u da 2-yə böləndə 4,5 litr hidrogen nə edər? Reaksiyaya girər. Bu şəkildə bunları yazırsınız. Yəni azalma məsələləri bu şəkildə olur. Məsələn 126-cı suala baxaq. Bərabər kütlədə götürülmüş N2 ilə 3H2-dir. 2NH3-dür uşaqlar. Bura 28 qramdır, bura 6 qram. İkisini də 28 qram götür. 28-i 28-ə böləndə, 28-i 6-ya böləndə 4 neçəsə. Deməli, məsələni azota görə gedəcəm. Hidrogendən nə edəcək 28 qram hidrogendən? Artıq qalacaq. 28-ə 6-sı 28 nə olacaq? 6 qram. 28-dən 6 qram çıxanda 22 qram nə edəcək? Artıq qalır. 22 qram artıq qalanda nə qədər amonyak əmələ gəlir? 2 mol. Və sonda 44 qram reaksiya daxil olmamışdır. Yəni artıq qalmışdırsa, 44 qram artıq qalanda bəs nə qədər olar? 4 mol amonyak alınır. Bu da bu şəkildə hesablanır. Bunlar belə. Sonra 133. Bu qəbul sualı idi. Keçən il qəbula düşmüşdü, səhv eləmirəmsə. Bu reaksiyalar əslində asandır. Deməli, amonyak
oksigende yanır. NO ilə su əmələ gəlir. 4 mol bura düşəcək. 4 mol bura, 6 mol da bura. 5 mol da bura. Amonyak oksigenlə oksidləşir. Bu oksidləşmə, daha doğrusu bu yanmadır. Yananda isə N2 plus su əmələ gəlir. 2 mol bura, 4 mol bura, 6 mol bura, 3 mol da bura oksigen düşəcək. Deyək ki, oksigenlərimiz V-V'dir. Burada V-dir, burada V-dir. Gəlin hesablayaq. 4 mola 5 molsa V-yə nə qədərdir? X V-yə nə qədərdir? Katalizatorda olanda V2'dir. 4 mola 3 molsa V'yə nə qədərdir? V1'dir. V2'ni biz buradan tapanda 4V böl 5 0,8 V. Buradan V1'i tapanda buradan V1'i tapanda 4V böl 3. Yəqin ki, düz hesablamışıqdan. 4'ə 3 düşürsə, V'yə nə qədər düşür? V1 düşür, 4V böl 3. V2 böl V1 deyirsə, V2 nədir bizdə burada? 10,8 V'dir də. Onda 10,8'i böləcəm V1'ə. 4V böl 3'ə. Onda bərabər 8 böl 10 bu V'də vurulsun. 4V burada da 3. V'lərdir. Bununla bu gedər, burada 2 qalar. 2'ni 3'ə vuranda 6, burada edəcək 0,6. Bunu da bu şəkildə hesablamaq mümkündür. Sonra keçdik digər hissəyə. Burada məsələn imtahana nə düşə bilər? Hansı suallar burada qəbula düşmə ehtimalı var? Baxın, 18 tipli suallar. Su ilə reaksiyaya girirsə, suyu çıxarda bilmir. Suyu sıxışdırıb çıxarda bilmir. Reaksiyaya girmirsə, suyu sıxışdırıb çıxardır. Yəni, deyir ki, X-da deyir, suyu sıxışdırıb çıxarmaq ilə toplanmaq olmaz. Toplamaq olmursa, su ilə reaksiyaya girəndir. Reaksiyaya girir. Toplamaq olursa, suyu sıxışdırıb çıxarmaq olursa, reaksiyaya girmir. Girmir. İndi bax, X-imiz deyir, reaksiyaya girir. Reaksiyaya girir. NH3 girir. NH3 girir, NO2 girir. Amma azot reaksiyaya girmədiyi üçün cavab olacaq Y variantı. Mesela 19-cu sual. NO2 natrium hidroksidlə reaksiyaya girir. Buradan alınır natrium nitrat, natrium nitrit plus su. NO2 natrium karbonatla reaksiyaya girir. Natrium nitrat, natrium nitrit və karbon qazı əmələ gəlir. Bunu da yadınızdan çıxarmayın. Sonra keçdik bu tip suallara. Məsələn, bax, 33 tipli suallara. Bunlar imtahana dəhşətli şəkildə çox düşür. Məsələn, 33, istər 1, istər 4-ə düşür. 33-də deyir ki, N2 ilə 3 mol hidrogen reaksiyaya girəcək. Alınacaq 2 mol NH3. 2 mol NH3. Və temperaturun iştirakı ilə. Katalizatordan da belə, həm də katalizatorun iştirakı ilə. Deməli, hər iki reaksiyanın praktiki çıxımıdır 50%. 1 mol azot götürülüb, 3 mol da hidrogen götürülüb. Bura 1 moldur, bura 3 moldur. İndi deyin görün mənə, hansına görə məsələ işləyərik? Əlbəttə az olana görə. 1-i 1-ə böləndə 1 eləyirik, 3-ə böləndə 3 eləyirik. Yəni, fərqi yoxdur, hansına əsasa işləyək. 3 molundan 2 mol alınırsa, 3 molundan nə qədər alınacaq? 2 mol. Amma hələ 50% çıxımla yox. Deyir ki, 50% çıxımla. 2 molumuzun onda %50%'ini tapacaqsan. Böyləcə 1. Deməli, amonyakımız bizim 2 mol amonyakımız 1 moldur. 2 mol amonyakdan da 2 iyonu alınıbsa 2'dən 2 alınacaq. 1'dən də 1 mol alınır. 1'in də %50%'i nə qədərdir? 0,5. Asan qayda öyrədim. Soldan sağa gedirsə %x%'ni tapırıq. Sağdan sola gedirsə x-da 100%'ni tapırıq. X%'in yox. Elə bir ki, ədədin hissəsinin tapılması, hissəsinə görə ədədin tapılması. Son olaraq 35-ci sualda işləyim buradan sizin üçün. NO-nun üzərinə oksigen gəlirəm, alıram NO2.
2 mol, 2 mol. Sən burada deyir ki, NO-nun 50% reaks daxil olarsa, oksigen tam sərf olunur. NO-nun 50% reaks daxil olur. Deməli, nə edərik indi burada? Məsələn, oksigenə bir A verir. Oksigen tam sərf olunursa, deməli, məsələni nəyə görə işləyəcəm? Uşaqlar, oksigenə görə. 2 molundan 1 mol alınırsa, A molundan nə qədər NO alınır? 2A. 1 molundan 2 mol alınırsa, A molundan nə qədər alınır? 2A. Biz bunu tapdıq. Deyir ki, NO-nun 50% reaksiya. Deməli, bu 2A sərf olunandır da, sərf olunan. 50% sərf olunubsa, 50% nə idi? Artıq qalıb. 2A'mız 50% isə, 50%imiz nə qədərdir? Yenə 2A. 2A'mız nə idi burada? Artıq qalıb. Onda 2A NO sərf olunub, 2A artıq qalıbsa, onda ümumi NO nə qədərdir? 4A. 4A NO var başlanğıcda. A molda oksigen olduğunu bildik. Başlanğıc qarşılıqda NO-nun həcm payını deyirsə, 4A-nı bölürəm. Ümumi 5A-ya vururam 100-ə. O da deyəcək 80%. Bunu da bu şəkildə işləyəcəksiniz. Keçdik nitrat turşusuna. Nitrat turşusunda baxın uşaqlar, belə bir qayda öyrədirəm sizə. NH3 -3-dür. N2O-dur. NO-dur. NO2-dir. Burada aktiv metallar. Aktiv. Burada orta aktiv. Burada isə pasiv metallar var. Aktiv metallar nitrat turşusu ilə, durusu ilə, qatısı ilə, durusu, qatısı ilə bu tip maddələr çıxardır. Məsələn, baxın, sizə hansı sual deyim? Məsələn, baxın, 33-cü sualı. Nitrat turşusu deyir, hansı metalla deyir NO2 çıxardır? İlk öncə mis yapaq. Mis bilirsiniz ki, pasiv metallara aiddir. Pasiv. Pasiv metallar nitrat turşusu durusu ilə nə çıxardır? Durusu ilə çıxardacağını NO qazı. Yəni, mis nitrat, NO qazı və su. Nitrat turşusu qatısı ilə mislə reaksiya girəcək. Mis NO3 2, NO2 plus su. Deməli, mis sonda bu nə olmalıdır NO2 çıxarıbsa? Bu qatı olmalıdır, bu da ki mis olmalıdır. Cavab olacaq B variantı. Aktiv metallar duru ilə NH3 çıxardır, qatı ilə N2O. Orta aktivlər duru ilə N2O, qatı ilə NO çıxardacaq. Bunu da yadınızdan çıxarmayın. Sonra bir şey bilməlisiniz ki, nitrat turşusu xrom, alüminium, dəmir, bir də nikel. Soyuq halda, adi şəraitdə reaksiyaya girmir. Nitrat turşusu soyuq halda bu elementlərlə reaksiyaya girməyəcək. Çünki bunlar nitrat turşusu nədir? Passivləşdirir. Nitrat turşusunu bunlar passivləşdirəcək. Baxın, bayaqki məsələlərlə eynidir bunlar demək olar ki. Bu məsələlər də eyni qayda iləndir. Daha sonra burada nəyə diqqət eləmək lazımdır? O nitrat turşusunun alınma mərhələləri var. Məsələn, gəlin baxaq. Görək, haradadır suallar? Məsələn, baxın, bu reaksiyalarda vacib reaksiyalardan biri sayılır. Məsələn, burada bax 63-cü suala baxaq. 63-dən nə çıxır? NO2 qazı çıxır, oksigen qazı çıxır, bir də su qazı çıxır. Deyir ki, burada NH3 ilə reaksiya girsin. NH3 ilə reaksiya girən hansıdır? Həm su, həm oksigen. NH3 oksigenlə reaksiya girəcək. Məsələn, bir N2 plus su əmələ gələ bilər yandıranda. Bir də NO plus su əmələ gələ bilər. Sonra NH3 su ilə reaksiya girəndə NH4 OH əmələ gələ bilər. NH4. İndi baxaq. Bizə deyir ki, bir dənə bəsit maddə əmələ gəlsin. Bəsit maddə əmələ gəlməsin, bir dənə mürəkkəb əmələ gəlir. Mürəkkəb hansında əmələ gəldi?
NH3 üstəgəl suda. Deməli ki, bu T'miz olacaq nə? NH3. Y-dən NH3 reaksiyaya girir. Bir bəsit bir mürəkkəb əmələ gəlir. Y-dən NH3 reaksiyaya girəcəksə, burada olacaq nə? Yəni burada daha doğrusu bu NH3 yox da T'miz daha doğrusu oksigen olacaq. Yəni oksigen. Oksigen qazı. Əlimizdə biz su oksigen də yox, çox üzrlü sayın. Burada olacaq yəni su. Su mürəkkəb maddanı baxı NH4OH su. Deməli ki, bizim bu T'miz olacaq H2O. Oksigenimiz qaldı. Bir bəsit bir mürəkkəb alınıbsa, bir bəsit bir mürəkkəb hansında alınır? Baxın burada. Amonyakın oksigende yanması. Deməli, Y-imiz oksigen qazıdır. Z-imiz də nədir? NO2. Deməli, NO2-nin də üzərinə natrium karbonat gəldikdə alınır nə? Natrium NO2. Natrium NO2 plus su. Gəlir su. Su əmələ gələcək. Bu da belə. Yəni, burada da 3 dənə mürəkkəb maddə əmələ gələcək. Sonra keçdik digər suallara. Məsələn, deyək ki, 74-cü sualda. MiSO-H2 ilə nitrat tursunu neytrallaşdır. Neytrallaşma reaksiyası nədir? OH bərabərdir, OH bərabər daşa. 2 mol nitrat tursundan alınacaq nə? MiSO-NO3 2 üstəgəlsin 2H2O. 2H2O. MiSO-H2 nədir? 98 qram. 98 qramdan nə qədər nitrat tursu alınır? 126 qram. Bəs 19.6-dan nə qədər alınır? X. X-imiz biz burada hesablayanda neçə olur? Uşaqlar 126-nı vuracağım 0,2 edəcək 2, 5, 225,2. 25,2. Deməli, bizim cavabımız 25,2-dir nitrat tursumuz. İndi neçənin %6,3%-i 25,2-dir. Edəcək burada 25,2-ni də 6,3-ə böləndə burada eləyəcək 4-də, eləyəcək 400. Və 400 qramın %6,3% 25,2 eləyəcək. Cavab olacaq 400. Sonra keçdik nitrat tursunun duzlarına. Aktiv metallardan nitrat duzu ilə, nitrit duzu ilə oksigen ayrılır. Məsələn, 22-ci sualda. Natrium nitrat. Aktiv metallardan nitrat duzu ilə, nitrit duzu ilə, nitrit duzu üstəgəl oksigen ayrılır. 2 mol, 2 mol. 2 mol, 2 mol. Deyək ki, burada normalda bu şəkildə biz qeyd eləyəcəyik bunu. 170 qrama 1 mol oksigen düşür, 8,5-ə də 0,5 olur. 0,5 mol. Və hidrogenlə oksigen reaksiyaya girir, 2H2O əmələ gətirir 2 mol. Buradan 2 molundan neçə qram su əmələ gəlir bizə? 1 molundan ya 36 qram su əmələ gəlirsə 0,5 molundan nə qədər əmələ gələcək? Burada deyəcək neçə uşaqlar? 1,8. Cavab alacaq burada A variantı. Yəni bu sualları bu şəkildə işləyirik. Və yaxud sizə düşə bilər ki, ferium nitratın parçalanmasından nə alınacaq? Ferium kök O3, NO2 bis oksigen. Orta aktivdə oksid NO2 bis oksigen alınır. Passivdə isə passiv metalların nitrat duzlarının parçalanması. Metalın özü NO2 bis oksigen qazı əmələ gələcək. Yəni bu məsələlər də bu şəkildə işlənilir.